Mən Günəş Rəhimova tekrardan buradan bir daha sözümü demək istəyirəm. Hidayətəbəranə Amil qızı bizimlə dəyiş proqramının layihə aparıcısı və layihənin başında duran xanımdır və eyni zamanda MedTV-nin yayımladığı Yeni Səhər proqramının aparıcısı. Hüquqşünasınla birlikdə belə bir mücadilə verirsən. Sənə aid olmayan pulu geri verməmək üçün. 2024-ün 26 iyulunda tam bir il oldu ki, sən o pulu məndən almısan. 2000 manatda keçən mənim anam aldı, pensiyasını ödədi, o krediti. Mənə vurduğun zərəri bir kənara qoyub, hüquqlarını bu şəkildə jurnalist olaraq müdafiə edirsən, bəs bu şəkildə birinin həyatını, əlindən pulunu alıb, məni bu vəziyyətdə bilirsən ki, mən o pulu sənə kredit alıb vermişəm, bu xəstəlikdən qurtarmaq üçün, sənin hüquqşünasın hara baxır bəs? Özünüz təqdim edin ki, nədir də, xəstəliyiniz necədir? Mən təkrar eləyirəm, yırtıqlarım var. Göstər. Bəli. Qoy görsünlər. Sizin bu hüquqşünasınız sizi müdafiə eləyəndə nəyin mücadeləsini verirsiniz? Siz sizə aid olmayan pulu nə vaxta qədər mücadeləsini verib verməyəcəksiniz? Xəstəliyinizin adı nədir? Qarnımda yırtıqlarım var, mədəmdə yırtığım var, qadın xəstəliyim var. Mən bunun üçün müraciət eləmişəm. 2024-cü ildə bir il tamam olub ki, 2500 manat aziyenlə siz Rəhimə xanıma pul ödəmişsiniz. Bəli. Və vermir. Verməmənin də mücadeləsini edir. Və bu hüquqşünas, necə hüquqşünassınız ki, siz bir xəstənin də hüquqlarını müdafiə etmirsiniz. Siz nəyin mücadeləsini verirsiniz? Zirzəmidə yaşayırsınız. Bəli, mən özüm bu vəziyyətdə yaşayıram. Bəli. Mən öz problemimi həll eləmək üçün müraciət etmişəm. Bir ildir bu xanımın mənim başıma açmadığı problem qalmayıbdı. Mən problemin üstündə problem yaşayıram. Maddi sıxıntılarım. Siz nə vaxtın, siz necə hüquqşünassınız bəs? Siz haqqın, ədalətin, siz hüququnu qorumaq varkən, siz 2500 manatı və vurulan zərərin nəyin ödəməməsinin mücadeləsini verirsiniz? Mən onu başa düşə bilmirəm axı. Oldu. Günəş xanım.